Gəlin başlayaq. Əziz tələbələrimiz, dinləyicilərimiz, semestrin sonuna yaxınlaşırıq və bu kursda bitir. 2 dərsimiz qalıb və Milad bayramına hazırlaşmağa başlayırıq. Çox həyəcanlıyıq və sonra da tətilimiz olacaq və sonra da sizi yeni semestrdə salamlayacağıq. Gəlin dua edək. Rəbbisa minnətdarıq bu dərsə görə, bu kursa görə, bu semestrə görə, tələbələrimizə görə, dinləyicilərimizə görə. Bu dərsə xeyir dua ver. Sənin müqəddəs adından dua edirik. Amin. Əziz tələbələrimiz, biz bu kursu bitiririk deməli və Efeslərə 6-cı fəsil həmən o parçanı qurtarırıq və vurğulamaq istəyirik ki, bir də ki, doğrudan da xristiyan nə öyrənməlidir? Öyrənməlidir durmağı. Olduğu kurs bundan başlamışdı ki, Tanrı istəyir ki, biz duraq. Bax, bütün bu zirə ki, biz danışdıq bu kursda durmaq üçün lazımdır. Oldu. Bax, birincisi, qeyd edin bunu, Romalılara 5-2 ki, biz Tanrının lütfündə duraq. Amin. Duraq Tanrının lütfündə. İkincisi, 1. Salonikilərə 3:8. Biz durmuşuq Rəbdə. Bu çox vacibdir. Üçüncüsü, 1. Korinflərə 16:13. Biz durmuşuq imanda. Amin. Dördüncüsü, deyilir ki, möhkəm durun. Qalatlara 5:1. Tanrı bizə azadlıq verib, İsa Məsihin bizə verdiyi azadlıqda biz möhkəm duraq. Qalatlara 5:1. Beşincisi də var, maraqlıdır. Koloslara 4:12. Deyilir ki, kamil və tam əminliklə durun. Amin. Dostlar, bax, Tanrının bizdən gözləntisi, istədiyi odur ki, biz onun bütün bu şeyləri ki, bizə verib, bunda duraq. Əslinə qalsa, onun bizə verdiyi zəfərdə duraq. Baxın, 1. Korinflərə 15:57. Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Tanrıya şükür olsun. O bizə qələbəni bəxş edib və onun istədiyi bugün odur ki, biz həmən bu qələbədə duraq. Zirəhi giyinirik ki, dura bilək. Vəssalam. Və dururuq lütfdə. Romalılara 5-ci fəsil 1-ci bənd deyir ki, Tanrı ilə indi sülhümüz var və Tanrıya çıxışımız var iman əsasında. Bizə Tanrı iman verib, biz inanırıq ona və həmən parçada Romalılara 5-ci fəsil 2-ci bənddə deyilir ki, Tanrımızın izzətində ümidimiz var və sevincimiz var. Durmuşuq və sevinirik. Amin. Və bu kursda biz öyrəndik ki, yazın bunu 2. Korinflərə 14 ki, döyüş silahlarımız cisimdən düzəldən silahlar deyil. Ancaq ilahi qüvvəyə malik olan silahlardır. Amin. Yəni ki, Bibliya başa salır ki, ruhani döyüş heç vaxt cisimdən düzəldilən silahlarla qələbə çala bilmərik biz. Ruhani döyüşləri heç vaxt cisimdən, bizim döyüşümüz ət və qana qarşı deyil. Nə qədər cəhd, nə qədər səy göstərsək də. Yəni, cismimizin istəyi, əqlimiz, hələ bil ki, o real, ruhani zəfəri qazana bilmərik. Həmən bu dünya sistemində, kosmosa qarşı, qaranlıq padşahlığına qarşı olduğu və heyrətamizdir ki, necə insan xoşu gəlir ki, öz döyüşünü aparsın. Daxil olsun bu döyüşə və döyüşü də udmaq üçün onlar hələ bil ki, Tanrıya dua edirlər və həmçinin də düşünürlər ki, Tanrıya kömək eləmək lazımdır ki, döyüşü udaq. Yox, dostlar, nə bizim cisimimiz, nə bizim enerjimiz bizlik deyil. Qələbə Tanrınındır, zəfər Tanrınındır. O bizə bu zəfəri verib ki, biz bu zəfərdə duraq. Bilirsiniz, Bibliya deyir ki, hər döyüş Tanrınındır. Əslinə qalsa, bu maraqlıdır ki, Rəbb müharibəni udub.
oldu. İndi həyatımızda biz yaşadıqca müəyyən döyüşlər var. Onlar da tanrılıqdır. Məsələn, 1. Şamuel 17:47 deyir ki, çünki bu döyüş Rəbbindir. Oldu. Yəni müharibəni Rəbb udub. Bax bunu bilin. Ölüm üzərində, cəhənnəm üzərində, günah üzərində, iblis üzərində. Eşidirsiniz? Hər kəs ki iman edir İsa Məsihə, həmən bu zəfərə dəvət edilir. Bu qələbə hədiyyə kimi verilir. Biz imanlardan bir şey istənilir ki, bu zəfərdə duraq. Amin. Çıxış 14:14-ü də qeyd edim. Bu da gözəldir. Orada yazılıb ki, Rəbb sizin üçün döyüşür. Oldu. Yəni, Tanrı həmişə bizim üçün döyüşür və xoş xəbər odur ki, həmişə o döyüşləri udur. Oldu. Hərdən sakit keçir o döyüşlər, səsi çıxmır. Hərdən çox enerjili, güclü bir görünür bu. Oldu. Ancaq Tanrı həmişə mühafizə və həmişə də təminat verir öz adamları üçün. Yəni, nə demək istəyirik? İstəyirəm bunu qeyd edəsiniz. Biblia deyir ki, biz müzəffər elan edilmişik. Və bizim həyatımız və şəhadətimiz bugün o olmalıdır ki, biz bu zəfəri necə yaşayırıq? Yəni, necə onun zəfəri lütf vasitəsilə bizim həyatımızda işləyir. Oldu. Bax, durmaq bu deməkdir ki, Tanrının zəfərində durmuşam, bu deməkdir ki, onun zəfərini yaşayıram. Onun zəfəri işləyir. Romalara 3, 24, 25. Biz azadıq və Tanrını yaşayırıq. Bax, həmən bu durmağımızda. Oldu. Efeslərə 6-cı fəsil biz kursu başlayanında dedik ki, 4 dəfə orada Həvvari Pavel deyir ki, durun. Oldu. Zirəhi giyinin, götürün ki, dura biləsiniz. Oldu. Yəni ki, mən həmən bu durumda həm Tanrının padşahlığında, həm də Tanrının sözü ilə mənim içimdə olduğu bu zəfəri yaşayıram. Yəni ki, bu zəfər qazanılıb və bizə verilib. Halleluya. Şükür olsun Tanrıya buna görə. Bunun üçün də Romalılara 8:37 orada deyir ki, bizi sevənin vasitəsilə tam qələbə əldə etdik. Amin. Və bir şey çox maraqlıdır. Biz zəfəri əldə edənin içindəyik. Yəni, biz iman edən kimi Tanrı bizi yerləşdirdi özünə İsa Məsihlə. Mühafizə, tam mühafizə və qələbəni də hədiyyə kimi verdi. Biz nə edirik? 1. Korinflərə 16-13, bunu lütfən yazın. Burada deyilir ki, ayıq olun, imanda sabit durun. Görürsünüz? 3 dənə sözdür, amma nə ləzzətli sözdür. İmanda sabit durun. Hə? Bax, insan həyatında çox tez-tez bu məqamlar çatışmır, bu amillər. İmanla yaşamalıdır. İmanlı, salih imanla yaşayır. Olduğu Tanrıya inanan insan imanla yaşayır. İkincisi deyir ki, sabit durun. Vurnuxmaya düşməyin, qorxmayın, çaşmayın, dəyişməyin, yolunuzu dəyişməyin. Bax, sizə verilən silahları dəyişmək olmaz. Əgər bizə verilib iman qalxanı, onu dəyişə bilmərəm. Xilas dəbilqəsi, onu dəyişə bilmərəm. Oldu. Tanrının sözünün qılıncı, müqəddəs ruhun qılıncı, onu dəyişə bilmərəm. Oldu. Bax, deyir ki, sabit və durun. Durmalıyıq. Yəni, çox maraqlıdır ki, bizdən ancaq durmaq tələb olunur. Yəni ki, sözün üstündə dur, deyirik bu sözü. Həqiqətin üstündə dur, lütfdə dur, imanda dur, qələbədə dur. Filiplərə 4:1. Yəni, bu bizim daimi münasibətimizdən danışır. Bax, hər gün, hər səhər bunu yoxlamaq lazımdır. Nədir mənim münasibətim oldu? Yaxşı durmuşammı? Yaxşı durmalıyam. Bilin ki, Tanrı bizi heç vaxt məğlubiyyət üçün yaratmayıb. Amin. Tanrı hər bir öz sevdiyi evladını zəfər üçün yaradıb. Heç vaxt. Bunun üçün də nə demək istəyir bu kurs? Bu kurs deyir ki, məğlubiyyət düşüncələrini qəbul etməyin. Bilirsiniz, imanımızın atası İbrahimdir belə idi. İbrahim heç vaxt məğlubiyyəti qəbul etmədi. Yadınızdadır, Tanrı onu çağırdı, imanla hay verdi. Baxmayaraq ki, 100 yaşı vardı, oldu.
addımlarını atmağa başladı. Səhvlər var idi, çaşqınlıq var idi, günah var idi. Ancaq nə baş verirdi? Məğlubiyyəti qəbul etmirəm mən. Dururam ayağa, davam edirəm, oldu və dururam. Davam edirəm. Musa, baxmayaraq ki, səbrində problem vardı, xasiyyətində çox tez çıxırdı özündən. Ədaləti sevən bir insan idi və nəsə düz olmayanda cisimdə həll etmək istəyirdi onu, oldu və düşürdü dəfələrlə. Ancaq dururdu. Rəbdə dururdu. Bilirsiniz, Bibliyada çoxlu nümunələr var. Həmən bu kişilər bəli zəiflik göstəriblər, səhvlər ediblər. Ancaq Rəbdə möhkəm durublar. Bilirsiniz, peyğəmbərlər arasında da Yeşaya, Yeremiya, Ezekil çox xoşuma gəlir o peyğəmbərlər və Yeremiya bilirsiniz o qədər şeydən keçmişdi. Hətta gəlib çatıb o tükənib. Məsələn, Yeremiya 29 oxuyarsınız evdə diqqətlə. Yeremiya peyğəmbərin kitabı 20-ci fəsil 9-cu bənd yazır ki, daha onu yada salmayacağam sizə. Onun adını danışmayacağam. Oldu. Yəni ki, səbrim tükənib və yorulmuşam. Ancaq sonra deyir ki, amma içimdə, sümüyümdə od yanır. Oldu. Yəni, susa bilmirəm. Danışmaq istəyirəm. Çünki durmuşam imanda. Yəni, o imanda durmuşdu və başa düşürdü ki, nə olmalıdırsa olmalıdır Tanrı ilə. Bilirsiniz, həyatımızda Tanrı işləyir və Tanrı bizi qadir edir durmağa. Bunu da qeyd edin. Dur deyəndə əlbəttə ki, bu bizim cismimizin gücünə deyil. Amma bayaq dedik, harada durmuşuq? İmanda durmuşuq. Harada durmuşuq? Rəbdə durmuşuq. Necə durmuşuq? Lütfdə durmuşuq. Oldu. Tanrı bizi durmağa qadir edir və biz də Tanrının məqsədini görürük. Rəbb bizə qüdrət verib, qabiliyyət verib və Romalara 5-2 biz indi Tanrının lütfündə dura bilirik. Çünki imanımızla bərayət qazanmışıq və daimi də duracağıq. Oldu. Ayaqlarımız yapışıb lütfə. Oldu. Bax, Tanrının bizə verdiyi mövqeyə ayaqlarımız yapışıb. Qorparmaq olmaz. Oldu. Yəni, ruhani mənada bax, biz durmuşuq. Yanınızda da İsa Məsih deyir ki, mənim əlimdən sizi heç kim oğraya bilməz. Bilirsiniz, ayaqlarımızı dartıb çıxarda bilməz heç kim. Biz özümüz də bu mövqeyi Tanrı bizə verib. Bəli, düşə bilərik. Bəli, səhv edə bilərik. Bəli, bəzi şeylər bəlkə bizim başa düşdüyümüz kimi, istədiyimiz kimi deyil. Oldu. Ancaq düşəndə də düşürük Tanrının əllərinə. Oldu. Yıxılsaq da ayaqlarımız elə yenə də yapışıb o mövqeyə. Onun üçün də elə Bibliya ruhlandırır ki, nə olursa olsa durun. Oldu. Durun və sizin çıxışınız var Tanrıya. Çıxışınız var onun lütfüne. Sevinclə və ümidlə durun. Durun Tanrının sizə verdiyi torpaqda və zəfərdən zəfərə durun. Oldu. Bax, bugün zəfər, sabah zəfər. Dururam. Çünki Tanrı ilə dururam. Və bunun üçün də bax, bu zirehlər haqda danışdıq. Bu zirehlərdən istifadə edirik ki, daha effektiv dura bilək. Ruhdan düşməyin, qorxmayın, yorulmayın. Bilirsiniz, hər gün durun, həmən bu zirehi, Tanrının verdiyi zirehini taxmaqla. Və yadınızdadır, Yeşaya 40-cı fəsildə nə deyilir? 31-ci bənddə. Deyir ki, Rəbbə ümid bağlayanlarsa yeni qüvvət alar və təqətdən düşməz. Amin. Yəni, Tanrı hər birimizə qabiliyyət verib ki, biz imanla yaşayaq və həmən o bu dərslərdə, bu kursda danışdığımız zirehi istifadə edək. Ki, bu zəfəri, Tanrının bizə verdiyi zəfəri yaşaya bilək. Amin. Rəbb sağ, xeyr dua ver bu düşüncələrə. Sən müqəddəs adından dua edirik.